Şəhərlər və ölkələr haqqında videolarım davam eləyir. Bu səfər Rusiyanın soyuq şəhərlərindən biri olan Norilsk haqqında danışacağam. Norilsk Rusiyanın ən soyuq, iri sənaye şəhərlərindən biridir. Şəhər 1935-ci ildə Sovet hökuməti tərəfindən sənaye mərkəzi kimi salınıbdır. Şəhərin qurulmasında əsasən məhbuslar işlədilibdir. Böyük Vətən müharibəsi vaxtında və Böyük Vətən müharibəsindən sonra Norilsk Sovetlər Birliyi üçün strateji əhəmiyyət təşkil edən metallurgiya mərkəzinə çevrilibdir. 1991-ci ildə Sovetlər Birliyi dağılandan sonra da şəhərdə sənaye fəaliyyətləri davam edibdir. Norilsk dünyanın ən böyük nikel və platinum istehsal edən şəhərlərindən biridir. Bu şəhərin əsas gəlir yerlərindən biridir. Həmçinin şəhərin əsas gəlir yerlərindən biri də mis istehsalıdır. Ümumiyyətlə şəhər metallurgiya baxımından çox zəngin bir şəhərdir. Yəni bir sözlə demək olar ki, Norilsk şəhərinin iqtisadiyyatı tamamilə təbii sərvətlərdən ibarətdir. Şəhərin iqliminə gəlsək isə, şəhər çox soyuqdur. Şəhərdə qış 8-9 ay davam edir və hətta yayda belə qar yağa bilər. Norilsk şəhəri əbədi buzlaqlıqda yerləşir. Yəni şəhərdə dağların zirvəsində və digər yerlərdə minillərlə donmuş buz qalıqları mövcuddur. Norilsk şəhərində qışda hava 40 və hətta 50 dərəcəyə qədər düşə bilir. Norilsk şəhərində hətta polyarni noçi olur. Polyarni noçi günəş ümumiyyətlə görünmür. Şəhər ancaq qaranlıqda qalır bir neçə həftə. Norilskdə yayda çox qısa olur. 1 ay, 2 ay davam edir. Norilskə həmçinin avtomobil yolu ilə düşmək mümkünsüzdür. Ancaq hava yolu ilə və ya çay və ya dəniz yolu ilə getmək mümkündür. Norilsk öz zavodlarına görə dünyanın ən çirkin şəhərlərindən biri hesab olunur. Norilskin əhalisi isə təxminən 170-180 min nəfərdir.